Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Resulillahil emin ve ala alihi tahirin el-masumin. Həzrəti Əmirül Müminin Ali əleyhissalamın vəsiyyətnaməsini sizlərlə oxuyurduq və qeyd elədik ki, Həzrəti Ali əleyhissalam bu vəsiyyətnamədə fərdi və ictimai məsələləri bir xüsusi şəkildə övladlarına tövsiyə və vəsiyyət eləyir. Bilirsiniz, mübarək Ramazan ayıdır və mübarək Ramazan ayı fəzilətlər ayıdır. Xüsusilə mübarək Ramazan ayının artıq sonuncu 10 günlüyünə daxil olmuşuq ki, bağışlanma ayıdır. Allah hər birimizi bu ayın bağışlananlarından qərar versin. Amma bu ayın bu qədər fəzilətli və önəmli olması təkcə bu ayda oruc tutduğumuza görə deyil. Ramazan ayının fəziləti bu ayda Qur'anın nazil olmasına görədir. Şəhru Ramazan, əlləzi unzilə fihil Qur'an. Ramazan ayı Qur'anın nazil olan ayıdır. Quran-ı Kərimdə ilahi nemətlər sıralamasında Qur'an birinci yerdə durur. Ər-Rəhman, əlləməl Qur'an, xələqəl insan, əlləməhul bəyan. Rəhman surəsində oxuyuruq ki, Rəhman olan Allah Qur'anı öyrətdi, insanı yaratdı və ona bəyan eləməyi öyrətdi. Normalda bu belə olmalıydı. Rəhman olan Allah insanı yaratdı, bəyanı öyrətdi, danışmağı öyrətdi, sonra Qur'anı öyrətdi. Amma Qur'anın öyrənməyin insan xilqətindən də önə salır. Bu, Qur'ana verilən xüsusi dəyərdir. Qur'an nemətinin bizim diqqətimizə çatdırılmasına xidmət eləyir. İnsan Qur'an oxumalıdır, biz Qur'an oxumalıyıq. İnsan Qur'anla dəyər tapır. Ümumiyyətlə, insanın dəyəri dəyər verdiyi ilə ölçülür. Nəyə dəyər veririksə, dəyərimiz o qədərdir. Və bizim də dəyərlərimizdən biri Qur'an-ı Kərimdir. Biz Qur'ana dəyər verməliyik, Qur'ana önəmli bilməliyik, önəmsəməliyik Qur'anı. Əgər Qur'an-ı Kərimə biz dəyər versək, o da bizi dəyərli eləyəcək. Saffat surəsi 2-ci ayədə oxuyuruq ki, və taliyatı zikra. And olsun Qur'an oxuyanlara, and olsun zikri oxuyanlara. İnsan hansı məqama çatır? Allahın and yerinə çevrilir. Peyğəmbər əleyhissalam buyurur ki, xeyrukum mən təalləməl Qur'an və əlləməhu. Sizin ən xeyirliləriniz Qur'anı öyrənən və onu başqalarına öyrədənlərdir. Qur'an oxunması üçün nazil olmayıb təkcə. Ki, ancaq Qur'anı insan oxusun. Qur'an-ı Kərim gəlib həm oxunsun, həm düşünülsün. İnna ənzəlnahu Qur'anən ərəbiyyən ləalləkum təqilun. Ki, biz Qur'an-ı Kərimi ərəbcə nazil elədik, açıq aydın nazil elədik ki, siz bu barədə düşünəsiniz. Qur'an insanın düşüncə kitabıdır. İnsan düşünməlidir Qur'an vasitəsilə. Qur'an Allahın insanla söhbətidir. Bir adam bir adama məsələn vaxt ayırır, ona bir məktub yaza, nə qədər xüsusilə bir hörmətli, vəzifəli adam məktub yazanda nə qədər ona insan təşəkkür eləyər ki, mənə vaxt ayırıbsan, mənə dəyər veribsən. Bu boyda yerin göyün xaliqi olan Allah insan övladına dəyər verir, ona bir kitab nazil eləyir. Təkcə Qur'an-ı Kərimin nazil olması insan övladının şərafətli olması üçün kifayətdir. Heç Quran deməsəydi ki, ləqəd kərrəmna bəni Adəm, biz Adəm övladını kəramətli elədik, Qur'anın nazil olması, eləcə də digər səmavi kitabların nazil olması insanın dəyərinin göstəricisi idi ki, Allah bu cəmiyyətə, bu insanlığa, bu bəşəriyyətə vaxt qoyur. Allah bunları önəmli bilir, onlara əhəmiyyət verir. Amma təəssüf, biz Qur'an-ı Kərimin təyinatından başqa bütün şeylərdə istifadə elədik. Kimi Quranla fala baxdı, kimi Quranla bəxt açdı, kimi Quranla itik tapdı, kimi nə bilim nə elədi. Bunların heç biri Qur'an-ı Kərimin tələbi deyil. Bu Qur'an-ı Kərim falabaxanları şeytan əməli kimi tanıtdırır. Onların əməli şeytan əməlləri kimi bilir. Gəlib Qur'anla fala baxırlar. Çox qəribə təzaddır bu. Və biz də inanıb gedirik o insanların yanına. Peyğəmbər buyurur, hər kim bir dənə falçını, kahini təsdiqləyə, mənə və məndən əvvəlki nazil olan bütün kitablara küfr eləyibdir. Kafirlərin əzabı barədə də hamımız məlumatlıyıq.
Niyə mən imanlı ola kafir olum? Niyə əlimin altında Qurani-Kərim ola kimsə məni Qur'anla aldatmalıdır? Quran bunun üçün nazil olmamışdı. Quran lazım olmuşdu, nazil olmuşdu. İnsan o ayələri oxunsun, düşünsün və nəticə alsın. Hz. Musa əleyhissalamın bir Tövratda bir gözəl qissəsi var. Deyir, Hz. Musa qövmünə deyir ki, deyir, sizə bir məktub gəlsə istədiyiniz bir adamdan, siz də ulağın üstündən yol gedirsiniz. Dərhal dayanıb o məktubu oxuyarsınız. Təzədən qoyarsınız ürəyinizin başına. Biraz gedəndən sonra təzədən o məktubu açıb oxuyarsınız ki, görüm hələ mənim istədiyim adam, hörmət elədiyim adam mənə nə yazıbdır ki, sizlər məktub dövrünü daha çox görürsünüz. Ki, buradan əskərliyə məktub gəlib, nə bilim, hara məktub gedib ki, necə insanlar, necə o sizin üçün hələ də o məktubları saxlayanlar var. Buyurur, əgər Allah sizin üçün önəmli və dəyərlidirsə, niyə Allahın kitabına bu qədər dəyər vermirsiniz? Niyə Allahın kitabını oxumursunuz? Mübarək Ramazan ayının dualarında var idi ki, Allah bizə bu ayda sənin kitabı tilavət eləməyi nəsib elə. Amin. Amma tək aminlə iş yola getmir ki, gərək biz Qurani-Kərimi öyrənək. Bizi, məni, səni, hamımızı qəbrə qoyanda bizdən soruşacaqlar. Ən kitabikə, kitabın nədir? Bir ruhani təlqin oxuyan da deyir ki, fəla təxaf və la təhzən və qul fi cavabihima. Qorxma, kədərlənmə onların cavabında denən. Bəli, Qur'anı kitabı, Qur'an mənim kitabımdır. Əgər dünyada Qur'an həqiqətən də onun kitabı olubsa, orada deyəcəyim Qur'an mənim kitabımdır. Amma dünyada Qur'an onun kitabı olmayıbsa, Qur'andan yararlanmayıbsa, faydalanmayıbsa, bu necə deyəcək Qur'an mənim kitabımdır? Təkcə adla iş yola getmir, insan gərək Qur'anın ayələri ilə bələd ola. Qur'an bizim hidayət kitabımızdır. Biz Qurani-Kərimi hidayət kitabı olaraq oxumalıyıq bütün sahələrdə. Qurani-Kərim elm kitabı deyil. Bəziləri deyir ki, bütün elmlər Qurandadır. Bütün elmlərdən işarə var. Amma nə üçün? Hədəf nədir? Niyə Allah yerdən, göydən danışır? Niyə göylərin görünməz sütunlar üzərində qalmasından danışır? Niyə aləmdə olan cütlərdən danışır? Niyə, nə bilim, buluddan, yağışdan filandan danışır? Dağların hərəkətliliyindən danışır. Ta bizi istiqamətləndirsin, hərənin maraqlandıracaq sahədə kimin hidayəti üçün hansı yöndən istəsə Qurani-Kərimdə o istiqamətdən dəstək var. Kimi adi avam adamdır mənim kimi, ona qissələr danışır. Kimi biraz məlumatlıdır, ona dağın hərəkətsiz görünən dağların hərəkətindən danışır. Bu və digər formada. Zalikəl kitabu la reybə fi hudən lin-nas Bəqərə surəsinin əvvəlinci ayələrindədir. Bu kitabda şək şübhə yoxdur. Deyir ki, hudən lil-muttəqin, təqvalıları hidayət edir. Ayənin davamında, yəni surənin davamında isə deyir, hudən lin-nas, insanların hidayəti üçün göndərilib bu Qurani-Kərim. Quran bizim həyatımıza nazil olmalıdır. Bir cəmiyyətin, bir yerin acından ölməməsi üçün ambarlarda buğdanın olması kifayət deyil. Gərək o buğdanı aparasan, üyüdəsən, ondan xəmir eləyəsən, gətirəsən, bişirəsən, bişirib yiyəndən sonra sən deyərsən, mən ölməyəcəm. Ambarda mənim tonlarla buğdam olsun, amma mən ondan üyüdüb istifadə eləməyəcəmsə, elə buğdaların yanında canımı verəcəm, canımı tapşıracam. Quran bizim dəyərimizdir, biz ona sahib çıxmalıyıq. Əli əleyhissalam vəsiyyətinin bu hissəsində buyurur, Allah, Allah fil Quran, buyurur, Quranı sizə tapşırıram, la yəsbiqukum bil əməli bihi qayrukum, başqaları Quranı əməl eləməkdə sizi önə keçməsinlər. Bu günləri nə qədər, nə zamana qədər biz deyəcəyik ki, 1400 il bundan qabaq elə bu Qurani-Kərimdə var idi. Niyə biz sözümüzü deyə bilmirik? Niyə Qurani-Kərim həqiqətlərinin üstündə biz israrlı olmuruq? Gərək hansısa Avropalı, gərək hansısa kimsə təsdiq eləyə, elmi tədqiqatla sübut eləyə, sonra bu Quranda var imiş. Axı biz iman gətirmişik. Fərz eləyək bugünkü elmlə hansısa formada uyğunsuzluq varsa da, bu elmin nöqsanıdır, Quranın nöqsanı deyil. Nə çox nəzəriyyələr zamanında doğru, düzgün qəbul edilirdi, bu günlər amma əksi sübut olunur. Amma Quran sabitdir, dəyişməzdir. Çünki Allah elminin məhsuludur.
Allah elmində dəyişiklik olmadığı kimi, Allah elminin məhsulu olan Qur'an-ı Kərimdə də dəyişiklik ola bilməz. Amma biz Qur'an-ı Kərimdə, Qur'an-ı Kərimin dediyi məsələlərdə israr eləməkdə ehtiyatlı oluruq ki, birdən belə olmaz, birdən yanlış olar. Qur'anı həyatımıza nazil eləməliyik. Qur'an-ı Kərim təkcə ilə savab baxımından oxunmamalıdır. Ev tikəndə Qur'an-ı Kərimin necə və hansı yerdə ev tik ayələrinə baxmalıyıq. Bəli, bəli, evi harda tik, necə tik, məskən salmanın Qur'an-ı Kərimdə əsasları var. Bu arada alimlərin kitabları var. Qur'an bu səviyyədə bizim sorusu kitabımız olmalıdır. Təhsə oxuyum, görüm axirətdə hansı məqamı verəcəklər mənə, o öz yerində. Amma insan birinci dünyasını abad eləməlidir. Rəbbənə atina fid dünya həsənə və fil axirəti həsənə. Birinci dünyada mənə yaxşılıq ver, sonra axirətdə də yaxşılıq ver. Dünyası abad olan möminin axirəti abaddır. Dünyası bərbad olan adamın axirəti də bərbaddır. Məskən salmanın əsasları var Qur'an-ı Kərimdə. Müvəffəq müdirin Qur'an-ı Kərimdə əsasları var. Müvəffəq iş adamının Qur'an-ı Kərimdə əsasları var. Ki, bunların hamısı günümüzün aktual mövzularda, amma bunu başqaları bizə dərs keçir. Başqaları bizə təlimlər verir bu barədə. Qur'anı həyatımıza nazil eləməliyik. Qur'ana yön verməliyik. Açmalıyıq ki, gəl mənim həyatımı sahmana sal. Qur'anla danışmalıyıq. Qur'anı gərək danışdırasan. Danışdırmasan insanla danışmayacaq. Qorxmayaq Qur'an-ı Kərim oxumaqdan. Biz təfsir yazmırıq ki, deyək, bir adam təfsiri bir rəy eləsə, yəni mənə belə gəlirlə təfsir eləsə, bəli, bunun işi çətindir ki, o ona vəd olunubdur. Amma bir insan oxumalıdır. Hansısa məsələ qaranlıq qalanda bir mütəxəssisə müraciət eləməlidir ki, bu ayə mənə qaranlıqdır, bu barədə nə deyə bilərsən? Çünki Qur'an-ı Kərimdə bayaq dedim, insan həyatının hər bir sahəsinə aid sözlər var. İnsan həyatının hər bir sahəsi üçün xüsusi məqamlar vurğulanıb. Bu günləri boşanmalar başalıb gedir. Niyə? Qur'an-ı Kərimə əməl etməməyimizin nəticəsində. Qur'an-ı Kərim Nisa surəsində buyurur ki, qorxsuz iki nəfərin arasında ayrılıq düşəcək. Bir nəfər qızın ailəsindən, bir nəfər oğlanın ailəsindən hakim seçin. Əgər bunlar istəsələr islah eləsinlər, Allah da bunları müvəffəq eləyəcək. Ayə sərih Qur'an ayəsidir. Əgər bunlar istəsələr, yəni tərəflər bir-birini ittiham eləməyə getməməlidir. Tərəflər bir-birini səhv çıxartmağa getməməlidir. Tərəflər ortaq məxrəc üçün getməlidirlər. Çalışmalıdırlar ki, ortaq məxrəcə gəlsinlər. Belə eləsələr, bəli, Allah deyir ki, mən bunları müvəffəq eləyəcəm. Hə, insan gedər, ortaq çalışarsan, alınmaz, onda deyərsən, yəqin Allahın məsləhəti beləymiş. Ya bugün ot götürüb gedir evlərimizi. Söz gəzdirənlər geniş hər bir sahədə ara vururlar. Aləmi vururlar bir-birinə söz gəzdirən insanlar. Niyə? Çünki Qur'an-ı Kərim əməl eləmirik. Qur'an-ı Kərim buyurur, əgər bir fasıq sizə xəbər gətirirsə, araşdırın. Bəlkə yalan deyir. Niyə bir fasıqın yalanına görə bacı-bacı ilə, qardaş-qardaşla, qardaş-bacı ilə, dost-dostla düşmən olmalıdır? Çünki fasiqlərin sözü bizim üçün önəmli olur. Söz gəzdirənlərin sözünə etibar eləyirik deyə günümüz bu vəziyyətə düşübdür. Amma Qur'an buyurur, fasıqa etibar eləmə. O adam ki, onun üçün fərqi yoxdur, bunun sözün ona çatdırır, onun sözün buna çatdırır. Bu insanlar etimad olunası insanlar deyil, bunlardan uzaq olmaq lazımdır. Əməl eləmədik deyə bugünkü günümüz düşüb belə. Baxın, hələ mən bir neçə nümunəsini deyirəm ki, istəmirəm çox vaxt uzalam. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır ki, Həzrət Əmir əleyhissalam buyurur, sizə Qur'anı tapşırıram, başqaları Qur'ana əməl eləməkdə sizdən önə keçməsinlər. İnşallah Allah hər birimizi Qur'an əhlindən qərar versin, dediklərimiz, eşitdiklərimizə əməl eləməyə bizləri müvəffəq eləsin. Allah əziz şəhidlərimizi Kərbəla, Bədr, Uhud şəhidləri ilə məhşur eləsin. Allah Muhammed və Ali Muhammed ehtiramına ümumi dünyada, xüsusilə vətənimizdə sülhü, əmniyyəti bərqərar eləsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.